Kəndəbar xanım, hamiləlikdə varikoz damarlarının genişlənməsinin səbəbləri nələrdir? Əsasən genetikdir. Hamiləliyin özü, hamilə qadında gedən hormonal dəyişikliklər, həyat tərzi, fiziki yəni vəziyyəti, artıq çəki. Elə fiziki hərəkətdən danışmış Kəndəbar xanım. Fiziki hərəkət və yaxud da idman bu problemin böyüməsinə gətirib çıxara bilərmi? Əslində fiziki aktiv olmaq varikoz xəstəliyinin müalicəsində istifadə edilən daha effektiv üsullardan biridir. Damar corabının dəstəyi ilə, yəni kompression trikotajın dəstəyi ilə çox gözəl nəticələr alınmış ola bilir. Yəni hamilə aktiv olsa daha yaxşı olur, bəli, ağırlaşmalar olmur, nəinki passiv. Yəni passiv olanda. Yəni belə başa düşürəm ki, passiv həyat tərzindən daha çox yaranır. Nəinki aktiv həyat tərzindən. Belə deyək, yaranmasa da irəliləməsinə səbəb olur. Xəstəlik varsa passiv həyat tərzi xəstəliyin irəliləməsinə səbəb olur.